Tabii. Deməli, növbəti saytımız selfie.com-dur. Bu sayt bir şey yaxşıdır ki, istədiyiniz loqonu hazırlayıb bir mağaza yaradırsınız burada. İstədiyiniz loqonu hazırlayırsınız. Ondan sonra satışa çıxartmış olursunuz. Və burada da idarə edə bilirsiniz. Burada həm email marketinq də eləyə bilirsiniz, affiliate proqramı da var bunun. Bundan savayı analiz edə bilirsiniz. Görə bilirsiniz ki, nə qədər İnsan sizin loqovuzu aldı. Yəni hazır loqoların satışı kimidir. Stok mağazası kimidir. FreePick, Shutterstock kimidir. FreePick, Shutterstockda da loqoları sata bilirsiniz, amma orada sizdən faiz götürürlər. Burada isə ümumi bir dənə mağaza qurub və satışları o şəkildə edirsiniz. Toplam bir faiz götürülür sizdən. Bu o da ki, çox cüzi bir məbləğ olur. Çox böyük bir məbləğ olmur. Hər satışdan götürmür. Ümumi şəkildə götürür. Amma stok mağazalarda hər satışdan faiz götürülür və bir üstəki faizdən də əlavə sizə çox cüzi bir faiz verilir. Yəni bir loqo hazırlayırsınız, o loqoya görə sizə 1 dollar, 50 sent belə bir qiymətlər verirlər. Çünki orada paket-paket satılır. Stok mağazalarda, Shutterstock, Freebik kimi. Amma burada sırf özünüz nə qiymət təyin elədinizsə, yəni 200 dollara bir loqonu sata bilərsiniz, 100 dollara sata bilərsiniz. Bir dənə sadəcə ödəniş eləməyiniz lazım olur bura. O da hər ay ödəniş edirsiniz. O da nə üçün? Mağazanızı qurmağınıza görə. Mağazanızın qurulması üçün, ödəniş sisteminin sizdə avtomatik qurulması üçün buna görə ödəniş edirsiniz. Minimum aylıq 29 dollardır. Təbii ki, işləriniz yaxşı getsə, yolunda getsə, bunu risk eləməyə dəyər və buradan da qazandıqca burada 29 dollar vermək elə də problemli olmaz. Bir dənə məsələsi budur. Zaten əgər bir yerə bir ödəniş eləyirsinizsə, orada daha keyfiyyətli bir iş ortaya çıxacaq deməkdir və daha uğurlu olacaq o anlama gəlir. Burada digər pricing hissələri də var. Burada 22 dolları falan da var. Burada hamısı paketlər yazılıb. İlk başlarda free şəkildə də yoxlaya bilərsiniz. Qeydiyyatı çox rahatdır. Ödənişləri Visa ilə, Mastercard-la, PayPal-la ala bilirsiniz. Məqsəd burada sərbəst işləməyinizdir. Aylıq 29. Hə. Məqsəd burada satışlarınızın ə, rahat şəkildə idarə edə bilməyiniz üçündür. Və bundan əlavə sərbəst, rahat bir yaradıcılığınızı nümayiş etdirə bilməyiniz üçündür. 14 günlük pulsuz dənəmə haqqı verir. Bununla yoxlamağınız mümkündür. Əsas məsələ burada müştərilərin rahat şəkildə sizdən download edə bilməsidir, rahat şəkildə sizin mağazanızda gəzə bilməsidir və siz bu şəkildə bir interfeys görsənəcək. Burada məsələn loqonuz görsənəcək, burada buy sözü yazılacaq, müştəri klikləyəcək və loqonuzu ala biləcək. Kreativlik baxımından sərbəstlik verir sizə. Azadsız, yəni öz işinizin sahibisiz, bu şəkildə idarə olunur hər şey. Bu baxımdan çox rahatdır bura. Digəri PyHip'dir. PyHip.com-dur. Bu dediyim saytlar daha çox belə deyim, nadir tapılan saytlardır. Hansı ki digərləri məlum məsələdir. FreePick-də, Shutterstock-da işlər yükləmək. Onlar yəni şablondur və orada da bazar böyükdür. Orada da milyonlarca dizayner var. Onların arasından sıyrılıb satış eləmək uzun vaxt alır. Satırsınız amma uzun vaxt sonra satırsınız. Amma bu dediyim saytlarda daha tez bir şəkildə satışlar eləməyiniz olur. Ona görə nadir olanları deməyə çalışıram. Burada da istədiyiniz mağazanı qurursunuz. Burada da yəni ümumiyyətlə bu Sale'dir, PyHip'dir. Burada təkcə loqo yox, posterləri sata bilərsiniz, afişaları sata bilərsiniz. Nə bilim, çatdırılma eləyə bilirsinizsə, ramkalar da sata bilərsiniz. Ramkaların içində dizayn işlərinizi yerləşdirə bilərsiniz. Tişörtlər sata bilərsiniz. Burada da elə həmçinin rahat bir şəkildə mağazanızı qurursunuz, mağazanızın görüntüsü bu şəkildə olmuş olur. Burada produktlarınız olur, kolleksiyalarınız olur, digər elementlər. Bu şəkildə burada məsələn 130 min yaradıcı insan var. 130 min insan öz mağazasını qurub, rəyləri bildiriblər. 130 min insan mağaza işlədir burada. İnterfeys bu şəkildə görsənir, qiymətlər filan şey bu tipdə.
Və bu digital downloads, yəni rəqəmsal yükləmələr. Bunlar sizə aid bir şeydir. Burada fiziksel də var. Onlayn kurslar da hətta satmaq olur burada. Digital məhsul qrafik dizaynerlərə aiddir. Yəni məsələn 19 dollara font sata bilərsiniz. Font hazırlamısınız, fontunuzu satırsınız burada bu şəkillərdə. Reklamları həm bunun daxilində eləməyiniz mümkündür, həm də sosial şəbəkələr vasitəsilə də reklamlar eləyib müştəri cəlb eləyə bilərsiniz. Bunun da ödənişləndir, pricingi var. Free-də Free-ni də işlədə bilərsiniz, amma 5% komissiya tutacaq sizdən hər satışdan ya da aylıq satışdan. 29 dollar 2% tutur. Fərq sadəcə mən çox görmürəm burada hal-hazırda. Fərq sadəcə hə faizləridir. Yəni 0 dollarla da başlaya bilərsiniz burada. 5% sadəcə ödəyəcəksiniz. Hər satışınızdan 5%. Amma digər məsələn 99 aylıq 99 dollarda sizdən komissiya tutulmur. Amma ilkin başlarda təbii ki 0 dollarla burada başlamaq daha məntiqə uyğundur. Onda daha uğurlu olmuş olur. Bunlar beynəlxalqdır, yəni nadir olanları dedim sizə. Buna bənzər çoxdur. Ümumiyyətlə çoxdur saytlar. Amma daha uğurlu və daha güvənli olanları sizə deməyə çalışdım. Azərbaycanda bəs necə qazana bilərsiniz loqonu? Azərbaycanda bir dənə Instagram səhifəsi yaradırsınız. Məsəl üçün, deməli, məsələn, girək Instagram. Məsəl üçün, bizim səhifə Digital Table reklam agentliyidir bu. Biz, məsəl üçün, açığı deyim, biz Instagram vasitəsilə bir çox müştəriləri Instagram vasitəsilə tapmışıq. Yəni Azərbaycanda yerli bazarda 100-dən çox firma üçün, müştəri üçün loqo hazırlamışıq və bunların hamısını demək olar ki, Instagramdan tapmışıq. Beynəlxalq şirkətlər də olub Instagramdan tapmışıq. İndi Twitter falan da olub, amma indi Instagramdan gedir söhbət. Bir Instagram səhifəsi açırsınız. Vacib deyil agentliyi qurasınız. Bu indi agentlik başqa bir məsələ. Amma sərbəst bir freelancer kimi işləmək istəyirsiniz, bu şəkildə dizaynlarınızı görmək istəyirsinizsə, onda siz mütləq şəkildə öz adınızı, soyadınızı yazırsınız, nə xidmətləriniz var, onları qeyd edirsiniz, sifarişi necə götürürsünüz, əlaqə nömrəsi qoya bilərsiniz və ya messengerə yönləndirə bilərsiniz, bunları qeyd edirsiniz. Və sonra başlayırsınız məsəl üçün, əgər loqo ilə bağlı işlər götürmək istəyirsinizsə, hə, loqolarla bağlı başlayırsınız postlar hazırlamağa, karusellər eləyə bilərsiniz loqolarla bağlı, endirimlər eləyə bilərsiniz. Endirimlərinizi təqdim elədiniz. Endirimlərin daxilində də hə, məsəl üçün hazırladığınız loqolarınızı təqdim eləyirsiniz. Və belə bu şəkildə sonra reklama qoyursunuz. Reklama qoymaq mütləqdir ki, yeni müştərilər tapasınız. Onları qoymasanız, biraz gec tapacaqsınız. Və ona görə də siz mütləq şəkildə birinci ən azı 9-dan 12 dənə postunuz olmalıdır. Bu postlardan sonra artıq reklama qoymağa başlamalısınız. Maarifləndirici işlər də görə bilərsiniz burada. Yəni bilgilər də verə bilərsiniz səhifənizdə. Hansı ki, bilgilər verdikcə daha çox siz məsəl üçün nə qədər bilikli olduğunuzu göstərmiş olacaqsınız. Bir dəqiqə zəhmət olmasa gözləyin. Tamam.
Deməli, yayımla bilgilər vermək bir tərəfdən, hansı tip loqolar hazırladınız və loqolar olsun, posterlər olsun, hazırlayanda tələbata uyğun hazırlamağa çalışın. Yəni Azərbaycana uyğun, əgər Azərbaycan şirkət müştərilərini işləmək istəyirsinizsə, Azərbaycan müştərilərini işləmək üçün də siz gərək bazar araşdırmalısınız. Və Azərbaycan bazarında ən çox yayğın olan müştərilər hansılardır? Tikinti, maşın bazarıdır, drive servisdir, yəni servis maşınlarına bağlı olan yerlərdir, klinikalardır, gül dükanlarıdır, bijuteriyalar, yeni açılan bijuteriyalarla bağlı sifarişlər götürməyiniz mümkündür. Geyim mağazalarıdır. Bunlar daha çox yerli bazarda aktivdir. Və siz bunlarla bu kateqoriyalar üzrə 2 dənə, 3 dənə özünüzdən adlar uydurub loqolar hazırlamağınız tövsiyə olunur. İlk etaplarda müştəri tapmaq üçün. Sonra onsuz da müştəriləriniz üçün hazırlayanda onsuz loqolarınız ortaya çıxır və o müştərilər üçün də real işlərinizi paylaşaraq da reklama qoyub müştəri tutmağa başlayırsınız. Müştəri tutandan sonra artıq sizə məsələn müştərilər yazır. Müştərilərə cavab vermə üsulu necə olmalıdır? 3 dənə seçim haqqı verməlisiniz onlara. Yəni, məsəl üçün 100 manata 2 dənə loqo nümunəsi hazırlayıram, 2 dənə də pulsuz edit haqqınız var. 150 manat qaldırırsınız qiyməti 1-dən. 150 manat edirsiniz və deyirsiniz ki, burada 3 dənə düzəliş haqqınız var və 3 dənə nümunə verirəm, məsəl üçün. Və yaxud da deyirsiniz 4 dənə. 4 dənə nümunə verirəm, 4 dənə pulsuz edit haqqınız var, məsəl üçün. Üçüncü paketin qiymətini isə çox az qaldırırsınız. Bu bir növ psixoloji təsirdir. Məsəl üçün iPhone nə edir, Apple nə edir? iPhone-lar 3 dənə iPhone çıxardır. Birinin qiymətini qoyur 1000 dollarına, birini qoyur 1500 dollara, üçüncüsünü qoyur 1600-1700 dollara. Arada fərq çox az olur. Adam da fikirləşir ki, 1000 dollara ucuzdur, keyfiyyətsiz olar. 1700-1500 dollara ortadır. 1700-ə nə qalıb? 100-200 dollar artıb da. Elə birbaşa ən yaxşısını alın. Və bu psixologiyanı dizaynda tətbiq eləmək doğrudur. Bu marketinq qaydasıdır. Bu tək Apple-ın tətbiq elədiyi bir strategiya deyil, bu marketinqdə tətbiq olunan bir strategiyadır. Bir çox brend firmalar bundan istifadə edir. Produktlarda ən çox istifadə edirlər bunu. Və ona görə də bu üsuldan istifadə edərək siz də təqdim edirsiniz paketlərinizi. Bu HIQ qanunu adlanır. HIQ qanunu nədir? Məsələn, bizim qabağımıza menyu gətirirlər. Menyuda dönər var, ət və toyuq da var. Əgər orada ancaq ət yazılsa, o artıq müştəri itirəcək. Niyə görə? Çünki bəlkə o toyuğu yemək istəyirdi. Seçim haqqı olmalıdır müştərinin. Gedib başqa bir yerdə artıq müraciət eləməsin. Buna görə bu üsullardan istifadə edin. Və bu şəkildə müştərilə danışırsınız, müştəriyə nümunələr atırsınız, müştəriyə başa salırsınız, bu loqoda nəyi göstərmək istəmisiniz. Müştəri ilə danışanda müştərinin istəklərini nəzərə alırsınız. Müştəridən brifi doğru şəkildə almaq lazımdır. Müştəridən brifi doğru şəkildə aldıqdan sonra ona suallar verirsiniz, rəqiblərini soruşursunuz. Bax, Design Hill-dan elə nümunə götürə bilərsiniz. Elə Design Hill-də yazılan sualları birbaşa ilə Azərbaycan müştərinə verə bilərsiniz. Düzdür, bütün cavabları ala bilməyəcəksiniz. Çünki Azərbaycanda biraz qısıtlı düşünür müştərilər. Çox da yanaşmırlar sual cavablara. Daha çox deyir ki, hə, nə eləyərsən, eləyərsən də. Bu tipdə daha çox olur. Amma yenə də siz mütəxəssis olduğunuzu qarşı tərəfə bildirməlisiniz. Özünüzü bir növ dominant kimi aparmalısınız müştərinin üzərində. Dominant kimi apara bilməsəz, ip əldən gedəcək. Müştəri sizin pulunuzu da verməyəcək, sizin vaxtınızı da almış olacaq. Öncədən necə hərəkət elədinizsə, sonradan doğru şəkildə də yola çıxmış olursunuz. Bu loqoları hazırlamağa başlayanda indi brifi aldınız, araşdırma apardınız sektorunuz üzrə. Başlayırsınız skeçlərinizdən. Mütləq eskizləri vərəqdə çəkməlisiniz. Qələmlə kağız üzərində çəkirsiniz. İlkin ideyaları çəkirsiniz. Oradan bir nəticə çıxarıb sonra illüstratorda işləyirsiniz. Ən azı 5-10 dənə eskiziniz olmalıdır. 5-10 dənə eskizdən sonra artıq siz ortaya bir nəticə əldə eləmiş olursunuz. Rəng kodlarını filan da məsəl üçün göstərə bilərsiniz müştəri üçün. Formalar verirsiniz. Hər simvolun mənası var. Bununla bağlı danışmışdıq birinci dərslərimizdə.
Minimal və yadda qalması olmalıdır. Bu isə çox önəmlidir. Yazı tipinizə diqqət edirsiniz. Xidmətə uyğun yazı tipiniz olmalıdır. Etap-etap gedirsiniz yəni. Və vektor əsaslı hazırlayırsınız. Müştəri də vektor əsaslı. Nə vaxt göndərsiniz? Müştəri artıq final elədiyi zaman, yəni loqonu seçdiyi zaman artıq ona vektor faylını göndərsiniz. Yəni AI, EPS, PDF-i də göndərə bilərsiniz. Loqoların təqdimatları ağ və yaxud da qara fonlarda olmalıdır. Ağ və qara hər iki fonda da olsa mükəmməl olur. Çünki bu fonlarda loqoların detalları xüsusi olaraq görsənir və ona görə də incəliklər, detallar, hekayəsi daha rahat görsənmiş olur loqonun. Bu şəkildə də işi satmamız daha rahat olur. Müştəriyə loqonun tətbiq olunacaq yöntəmləri də deyə bilərsiniz. Deyə bilərsiniz bu loqonun vizit kartda istifadə edə bilərsiniz, tişörtdə istifadə edə bilərsiniz. Mock-up'ını da hazırlaya bilərsiniz loqolarınızın. Yəni belə tipli mock-up'lar da eləyə bilərsiniz. İndi düzdür biz sizin hələ bunu keçməmişik. Keçəndə amma eləyə bilərsiniz. Məsələn, loqo mock-up yazırıq ingilis dilində. Və bu tərzdə mock-up'lar hazırlaya bilərsiniz. Belə tərzləri hazırlaya bilərsiniz. Belə tərzli ola bilər. Belə şeylərdən qaçın. Bunlar artıq şablondur. Bunlar şablondur. Belə tərz hazırlaya bilərsiniz. Minimalist, sadə görsən, detalları az olan durumlardan istifadə etməyə çalışın. Yaradıcı düşünmə üsulları üçündə həmişə ideyanızı yazın. Araşdırmalarınız çoxlu olmalıdır. İşin tez hazırlanmasına qaçmayın. Mütləq şəkildə texnikalarınız daha çox hansısa bir sözlər üzərindən olmalıdır. Məsəl üçün, baxın, sizə bir dənə bu Azərbaycanlıdır, Almaniyada yaşayır, Ramin Nəsibov. Sözlərdən loqolar hazırlayır. Məsəl üçün, baxın, croissant, xərçəng, krab, croissant. Sözləri ayrı-ayrıqda götürüb, parçalayıb və bir mənaya uyğun olaraq bir simvol əmələ gətirir, bir işarə əmələ gətirmiş olur. Yəni, bu şəkildə işləməyə çalışmalısınız. İki söz götürməlisiniz. O sözlərin mənalarını araşdırmalısınız, mənalarını ayrıqda hazırlayıb, sonra iki mənanı bir yerdə birləşdirib ortaya bir loqo çıxartmalısınız. Yəni, sözün mənası işarədə yansıdılmalıdır. Amma gizli şəkildə eləməlisiniz bunu. Yəni, açıq-aydın olmamalıdır. Xərçəngi açıq-aydın qoymamalısınız. Kurasanı açıq-aydın qoymamalısınız. Hərəsindən bir parça götürərək işi ortaya çıxartmalısınız. Ziddiyyətləriniz olmalıdır. Sərt, yumuşaqmı işləyirsiniz, qədimmi işləyirsiniz, müasirmi işləyirsiniz. Bunu da belə təyin eləməyiniz çox vacibdir. Aydındır. Başa düşdünüz bunların hamısını. Buradasınız? Bəli, buradayım. Deyirəm, aydındır. Və bu şəkildə danışmaq istədiklərim bugün üçün bunlar idi. Nəzəri dərsimiz. Elə bunlarla bağlı sizə tapşırıq verəcəm. Elə iki söz verəcəm. O iki sözün mənasından yola çıxaraq loqo hazırlayacaqsınız. Amma sizdən vərəqdə işləməyinizi tələb edirəm və rica Mən edirəm. əlimdən çəkmə qabiliyyətim yoxdur axı. Nə Rəsm deyəcəm qabiliyyəti ona? lazımdır. Rəsm qabiliyyəti lazımdır. Cızma qara. Q hərfini, R hərfini yaza bilirsiniz də, o qədəri. Cızma qara eləməyiniz vərəqdə. Özünüz də effektini görəcəksiniz ki, necə ideyalar daha yaxşı çıxır. Və o vərəqdəki şəkli də mənə göndərəcəksiniz və illüstrasiyada işlədiyinizi də mənə göndərəcəksiniz. Bu şəkildə bir tapşırıqlar olacaq. Yaxşı? Bugünkü dərslə bağlı hər hansı bir sualınız var? Sağ olun, maraqlı dərs oldu. Tamamdır. Siz sağ olun. O zaman bu videonu da atıram sizə. Tamam. Tapşırıqları da yazacağım. Sabah borcu mənə qaytarın da. Yaxşı, tamam. Borcu da qaytaracağam. Yaxşı. Nə oldu? Gecəniz xeyrə qalsın. Bizə xeyirə. Sağ olun.